Salam dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük hər birinizi. Bu günləri Yeni Yasamalın tam mərkəzində Bravo Marketin qarşısında 21 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 19-cu mərtəbəsindəyik. Burada sizlərə qanuni 3 otaq tam əşyalı bir mənzil təqdim edəcəm. Mənzilimiz 134 kvadrat müsahidən ibarətdir. Qanuni 3 otaqlı bir mənzildir. Sənədlər tam qaydasında, kupça çıxarış mövcuddur, əldədir. Hal-hazırda videodan da göründüyü kimi mənzilin qonaq otaq hissəsindəyik. Gördüyünüz kimi belə bir kvadrat ölçülü qonaq otağımız mövcuddur. Qonaq otağından mənzilin eyvanına keçid də mümkündür. Qonaq otağını görürsünüz. Burada gördüyünüz bütün əşyalar, o cümlədən digər otaqlarda gördüyünüz bütün əşyalar hamısı qalacaq. Qiymətə daxildir. Qiymət haqqında da videonun sonunda məlumat verəcəm sizlərə. Burada mənzilin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda sağ tərəfdə belə bir güzgülü qardırop quraşdırılıb. Burada mənzilin birinci sanitar qovşağı yerləşir. Qonaq otağını gördünüz və bu tərəfdə isə mənzilin digər otaqları, mətbəx və ikinci sanitar qovşaq yerləşməkdədir. Digər otaqlara keçməzdən öncə sizə mənzilin əsas ümumi sanitar qovşağını göstərim. Gördüyünüz kimi kifayət qədər geniş ölçüyə malikdir və lazım olan bütün hamam tualet aksesuarları ilə təmin olunmuş şəkildədir. Mənzilin döşəməsi keyfiyyətli növ bambuk parketdən yığılıb. Daxil olaq mənzilin mətbəx hissəsinə. Gördüyünüz kimi belə bir işıqlı, gözəl, geniş mətbəx görürsünüz. Mətbəx mebelimiz də quraşdırılmış şəkildədir. Buradan da eyvana keçmək mümkündür. Az öncə göstərdim sizlərə. Qonaq otağından və mətbəxdən eyvana keçmək mümkündür. Ümumi olaraq mənzildə 2 eyvan mövcuddur. Mətbəx hissəni görürsünüz, olduqca genişdir. Heç qonaq otağından istifadə etməyə dəyməz. Mətbəximiz geniş və rahatdır. İstilik sistemi kombidir. Batareyalar da otaqlarda və koridor hissədə yerləşdirilmiş şəkildədir. Burada isə mənzilin 2 yataq otaqları yerləşir və sanitar qovşağı isə burada yerləşməkdədir. Burada kiçik ölçülü yataq otağımız yerləşir. Kiçik deməmə baxmayın, kifayət qədər genişdir. Digər eyvan da buradadır. Həmçinin də digər yataq otağından da keçmək mümkündür. Gördüyünüz bütün əşyalar hamısı qalacaq. Və bura isə mənzilin əsas yataq otağı sayılır. Kifayət qədər genişdir. Görürsünüz. Bu yataq otağında görürsünüz. Kifayət qədər genişdir və buradan da mənzilin eyvanına, ikinci eyvanına keçid mümkündür. Eyvanımız da kifayət qədər geniş sahəyə malikdir. Və son olaraq sizə mənzilin ikinci sanitar qovşağını göstərim. Ondan sonra mənzil haqqında məlumat və mənzilin qiymətini qeyd edəcəm. Gördüyünüz kimi burada mənzilin ikinci sanitar qovşağıdır və bütün hamam tualet aksesuarları ilə təmin olunmuş şəkildədir. Mənzil haqqında ümumi məlumatı keçək. Mənzilimiz yerləşir Yeni Yasamalın tam mərkəzində, Bravo Marketin qarşısında 21 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 19-cu mərtəbəsində yerləşir. Qanuni 3 otaq, tam əşyalı bir mənzildir. Mənzildə gördüyünüz bütün hər bir şey qalacaq. Mənzilin qiyməti 230 min manat start qiymət təyin olunub. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır. Binada qaz su işıq fəaliyyəti daimidir. Binanın yeraltı qarajı, geniş həyəti mövcuddur. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Yaxınlıqda lazım olan bütün yaşayış obyektləri yerləşməkdədir. İnşaatçılar metrosuna 10-12 dəqiqəlik piyada məsafə mövcuddur. Həmçinin 2 avtobus dayanacağı uzaqlığındadır İnşaatçılar metrosuna. Binanın qarşısından 211, 194 və 77 nömrəli avtobuslar şəhərin bir neçə istiqamətində getməkdədir. İstilik sistemi kombidir, batareyalarda yerləşdirilmiş şəkildədir. Otaqlarımızda döşəmə bambuk parketdəndir. Mənzilimiz yaxşı təmirli bir mənzildir, giryaşadır. Əlavə heç bir təmirə ehtiyac yoxdur mənzildə. Qiyməti qeyd edim sizlərə 230 min manat start qiymətdir. Real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.